yoldaşları olsun. Çünki praktika hissəsinə keçəndə bizə lazım olacaq. İlk öncə vurğulamaq istəyirəm ki, təlimimizdə də mümkün qədər olduğunuz yerdə sakit ortam olsa daha yaxşı olar. Çünki praktika hissədə tam fokuslana biləsiniz. Mən indi ekran paylaşımı eləyəcəm sizə. Zəhmət. Burada. Yəqin ki, ekran görsənir. Bəli, görünür. Hər kəs üçün görsənir. İlk öncə mən özümü təqdim edeyim. Sevinç Məmmədova, pedaqoq, həm də psixoloq olaraq fəaliyyət göstərirəm. Müəyyən qədər təlimlərimiz olubdur, amma qadın enerjisi ilə bağlı onlayn təlimimiz yəni bugündür. Daxili güc və qadın enerjisi və hər bir qadında daha çox maraqlandıran və cəzb eləyən mövzulardan biridir. İlk öncə mən nəzəri hissəni vurğulamaq istəyirəm, yəni qadın enerjisi ilə bağlı. Bunları sizlə bölüşüm. Yəni hər birimiz bilirik ki, ümumiyyətlə dünyada həm qadın enerjisi deyirik, həm kişi enerjisi deyirik, var. Amma bugün biz qadın enerjisi mahiyyətini izah eləmək istəyirəm, danışırıq. Qadın enerjisi insanın daxilindəki ən zərif, yəni ən yaradıcı, ən dərin güclərdən biridir. Yəni bu enerji yalnız bioloji mənada qadınlıq deyil, həm psixoloji, həm emosional baxımdan, həm ruhani keyfiyyətlər baxımından bütöv bir obraz olaraq götürürük qadın enerjisini. Yəni hər bir qadında bu enerji var. Amma həyatın dediyimiz kimi, qeyd elədiyimiz kimi gərginliyi, sosial rollar, gündəlik məsələn məsuliyyətlər bu enerjinin üzərinə qat-qat örtük çəkə bilir. Yəni qadın enerjisi yavaş-yavaş yəni görünür. Təlimimizin məqsədi də odur ki, o örtükləri yavaşca açmaq, qadının əsas öz təbii gücünə yenidən qovuşmasına kömək etməkdir. Yəni mahiyyətlərdə onu izah verdik. İndi qadın enerjisi nədir? Yəni qadın enerjisi çox zərif, axıcı, duyğusal bir enerjidir. Yəni bu enerji stres, qorxu, təzyiq, emosional yüklənmə qarşısında yəni tez də bloklana bilir. Yəni bloklanma da baş verəndə qadın öz yaradıcılığından, intuisiyasından, yumşaqlığından və yaxud daxili gücündən uzaqlaşır. Yəni bu hiss dəyişmir. Yalnız neynir? Gizlənir. Çünki qadın enerjisi özünü qorumaq üçün geri çəkilməyə məcbur olur. Gəlin görək, qadın enerjisini zəiflədən psixoloji bloklanmalar nədir? Yəni daha çox hansı hadisələr bu enerjini zəiflədir və yaxud bloklayır? Mükəmməl olmalıyam duyğusu. Yəni hər bir qadın mükəmməl olmağa can atır, düzdür? Və yaxud qadın hər şeyi ideal etməyə çalışdıqca neynir? Öz enerjisini tükəndirir. Və yaxud günahkarlıq hissi. Qadınlar daha çox bu yükü daşıyırlar. Məsələn, uşağa az vaxt ayırdım və yaxud evə az vaxt ayırdım, ya bu işi vaxtında etmədim. Belə bir yüklənmələr yaşaya bilirlər. Və yaxud özünü ikinci plana atmaq. Məsələn, qadın çox zaman neynir? Hamını önə qoyur. Yəni özündən öndə. Yəni hamı üçün çalışır. Yəni özünə gələndə bir də görürsünüz, ehtiyac yoxdur, lazım deyil. Və yaxud ikinci planda qoyur özünə. Yəni bu da ən çox harda olur? Ailədə, işdə, övlad, valideynlər arasında. Yəni özünü unutmağa başlayır. Özünə yer ayırmadıqca da qadın enerjisi tükənir. Qadın artıq öz daxilindəki gücünə bağlana bilmir. Və növbəti. Stres. Yəni biz bilirik ki, günümüz dünyasında təbii ki, qaçınılmaz bir şeydir stres. Amma stres hansı fəsadlara gətirib çıxarır? Qadın enerjisinin zəiflənməsinə. Çünki stres qadın enerjisini ən tez və ən güclü şəkildə zəiflədən faktor olaraq götürülür. Stres artdıqda nə baş verir? Artıq qadının bədəni mübarizə və yaxud da qaç moduna keçir. Neynir? İntuisiya zəifləyir. Yumuşaqlıq yerini gərginliyə verir. Və yaxud huzur və yaradıcılıq itir. Qadın özünü mexaniki hiss etməyə başlayır. Sanki bir robotlaşır. Artıq nə hisslərini, nə yaradıcılığını, nə düşüncəsini tamamilə unudur. Yəni bu da stresin göstərdiyi faktorlardır.
Əlamətlər nədir? Məsələn, stres olanda bu hadisələr artdıqca hansı nə ilə qarşılaşa bilirik? O zaman nə olur? Bədəndə gərginlik yaranır. Daha çox xüsusilə boyun çiyin hissəsində. Məsələn, bəzən olur ağırlaşır bu hissələrdə. Sanki bir yük olur, ağırlıq hiss edirsə. Və yaxud nəfəsin səthi olması. Nəfəs alıb vermədə çox səthi nəfəs alıb versən, dərindən nəfəs alıb verə bilmirsən. Və yaxud yuxu pozuntuları, sonra baş verən tez-tez nevrozluq və yaxud sevinç istək hissinin azalması, özünə qarşı tələblərin artması, bunlar hamısı qadın enerjisinin, yəni ki, zəifləməsinə gətirib çıxardan faktorlardan biridir. Əgər bu emosiyalar bədəndən çıxmadıqda, yəni nə baş verir? Yəni bloklanma deyirik, onda bu stres çıxmır bədəndən, o zaman bloklanmağa keçir. Yəni nədir bu? Məsələn, deyir ki, sevinç hissi olanda, o olmayanda yerini yorğunluğa verir. Və yaxud güvən hissi. Güvən olmayanda yerini narahatlığa verir. Və yaxud yaradıcılıq yerini donmaya verir. Sevgi enerjisi yerini qorxuya verir. Yəni təsir əks təsirə bərabərdir deyək belə. Yəni hər hansı bir mənfi və yaxud müsbət. Müsbət olmayanda mənfi özünü göstərməyə başlayır. Və yaxud qadın enerjisi bloklarının ən dərin kökləri çox vaxt uşaqlıq təcrübələrində gizlənir. Yəni psixodinamik yanaşmaya görə insanın qadın kimliyi 0-7 yaş arası formalaşır. Bu dövrdə qız uşağının gördüyü qadın modeli və yaxud aldığı mesajlar onun gələcək qadın enerjisini müəyyən edir. Biz də Azərbaycan mühitində yaşadığımız üçün yəqin ki, hər birimizin ətrafında da bununla rastlaşmışıq bir qadın olaraq. Məsələn, uşaqlıqdan olur, bəzən qarşılaşmışıq özümüz və yaxud kimdəsə görmüşük də. Sən qızsan, çox gülməlisən, məsələn, qızsan, çox danışma, sən çox özünü yüngül aparma və s. Bu kimi negativ inanclar artıq neyinir? Qadında bir rol formalaşdırır. Böyüyəndə də məsələn bu özünü bir ortamda olanda yox, mən çox gülməyim və yaxud mən özümü göstərməyim və s. Kimi inanclar qadının enerjisini aşağı salmağa başlayır. Çünki gördüyü, inandığı əsas inanclar onlar idi. Yəni negativ olanlar. Məsələn, əgər anada deyək ki, həddindən çox qorxun, gərgin və yaxud özünü fədakar hiss edirsə, nə olur onda? Uşağın şuur altında qadın olmaq demək, yorulmaq formalaşır. Məsələn, hər hansı bir qız övladımızda, əgər biz öz analıq vəzifəmizi yerinə yetirəndə bu hisslər olursa, məsələn, bütün günü deyiniriksə, övladımızın yanında ki, mən qadınla bütün günü yorğunam, mən evi yığışdıram, ancaq işim budur deyəndə, artıq bir xanım yetişdirdiyimiz evdə artıq o da qadın olmaqdan qorxmağa başlayacaq. Fikirləşəcək ki, qadın olmaq bərabərdir nə? Evdar tutaq ki, evdə bütün gün işləmək, yorğun olmaq və s. Ona görə də yəni özünü sevmirsə, qız uşağı da o qadın enerjisini sevə bilmir və yaxud öz sərhədlərini qoruya bilmirsə, qız uşağı da həmin özünü ikinci plana atmağa, yəni ki, alışır. Öz qadınlığını yaşayırdısa, qız uşağı da öz qadın enerjisini rahat bağlana bilir. Yəni biz model olaraq övladlarımız üçün əsas vasitəyik. Yəni övladlarımızın ilk öyrəndiyi ailədən başlayır, anadan, atadan öyrənir, sonra cəmiyyətə atılır. Yəni ilk obraz olaraq ana özünü necə göstərirsə, evdə də uşaq o cür rol üstələnir. Məsələn, qəbul edir ki, doğru olan budur. Yəni və yaxud anam əziyyət çəkir, anam bunu görürsə, bir qadın olaraq və yaxud mən qadın olmaqdan qaçır. Məsələn, bugün ətrafımızda bəlkə də müşahidə eləmişik, ya özümüzdə rast gəlmişik. Qadınlar var ki, özünü məsələn, qadın kimi yox, kişi kimi istəyir, oğlan olmaq istəyir və s. Və bu da əsasən uşaqlıq yaşlarından formalaşan faktorlardan biridir ki, sonraki həyatımıza da öz təsirini göstərmiş olur. Məsələn, burada tək ananın rolu yox, ata-ana rolundadır. Qısa olaraq qeyd eləyək nədir? Ata qız uşağına daha çox qadın enerjisinə, inamına formalaşdırır, düzdür? Əgər ata məsələn, qızı dəyərli hiss etdirirsə, özünə inam formalaşır. Tənqid edici və yaxud tələfkar idisə, mükəmməllik yaranır. Emosional olaraq uzaq idisə, məsələn, qızından, qadınla sevgi, məsələn, o qadında sevgi qəbul etmə çətinliyi olur. Çox sərt idisə, qadın maskulin enerjiyə keçirir, uşaqlığını, məsələn,
qorunmağına öyrənmir. Və bu proseslər evdə tutaq ki, hər hansı bir bu hərəkətlər modelə öz təsirini göstərir. Məsələn, bu təlimdə edəcəyimiz əsas art terapiyanın məşqləri bədənin saxladığı duyğuları azad etməkdir. Yəni, qadının öz qadınlıq kimliyini yenidən hiss etməsi, stressdən uzaqlaşıb, intuisiyasına bağlanması, daxili yumuşaqlıq və yaxud gücün bərpa etməsinə yardım edəcək. İlk öncə sizdən istədiyim oydu ki, yəni yanınızda A4 vərəqi olsun, bir də rəngli karandaşlar. Əgər bu təşkil etmisinizsə, bir çap bölməsinə ən azından plus və yaxud bir işarə qoyun, heç olmasa bilək ki, bunlar hazırdır, biz art terapiya təliminə keçək. Çünki burada bizə rəsm çəkmək lazım olacaq. Mümkün qədər əgər hazır etməmsinizsə, 1-2 dəqiqə tutaq ki, vaxt verirəm, onları hazır eləyin. Bir də burada Zoom-da musiqi qoymaq olmur. Yəni Zoom insan səsini, faktoruna önə verdiyinə görə digər arxada olan səsləri məsələn vermir. Əvvəllər olurdu. Əgər mümkün olsa, özünüz olduğunuz yerdə hər hansı bir musiqi aça bilərsiniz, rahatlaşdırıcı bir musiqi də aça bilərsiniz. Mümkün qədər olsa, olmasa deyib yoxdur. Yəni, əsas odur ki, tam olaraq fokusunuzu, diqqətinizi yəni verəsiniz çəkdiyiniz rəsmə. Əgər hazırsınızsa, başlayaq. Burada görürəm pluslar var. Yəqin ki, hazırsınız. Digərlərinə də yəqin ki, hər kəs hazırdır. Mümkün qədər 1 dəqiqədə gözləyirəm. Çünki sonra bizim əslində meditasiyamız da var. Bunu nəzərdə tutmamışdım, sonradan daxil elədim. Ona görə də müəyyən qədər vaxt apara bilər. Başlaya biləriksə, başlayaq. Əvvəlcə rahat oturun, yəni nəfəsinizi yavaşladın. Yəni bədəninizi biraz boşaldın. Çünki gün içində o qədər qaçırıq ki, həqiqətən. Çünki qadının vəzifəsi işdə işləyirsən, sonra gəlib evdə işləyirsən məsələmdə. O qədər yük alan qadınlar, xanımlar var ki, artıq bədəni belə gərginləşir, rahatlaşa bilmir. Və bu da təbii ki, qadın enerjisinə təsir edən faktorlardan biridir. Ona görə də indi tam rahat oturun. Yəni, bütün o evdə olan işləri kənara qoyun. Sadəcə burada nə qədər vaxtımız olacaq, 1 saat deyək ki, ərzində təlimimiz varsa, tam 1 saatı özünüzə vaxtı ayırın. Rahat oturun. Yəni, o qapını örtün. O qapının kənarında buraxın o işlərinizi də, evdə sizi gözləyən məsələn, hər hansı bir nələrsə varsa onları deyin, sizə toxunmasınlar, rahat oturun, nəfəsini yavaşladın. Mümkün olsa musiqi də qoya bilərsiniz və yaxud şam da yandıra bilərsiniz. Yəni, kimdə hansı fürsət varsa yararlana bilər. Yəni, bədəninizi biraz boşaldın, tam olaraq rahatlaşın. Yəni, burada heç bir qayda lazım deyil. Yəni, mütləq deyil ki, belə oturum, el oturum, necə oturum. Hələ ki, rahat olacağınız bir şəkildə olun. Yəni, bu məşqin nə üçündür? Daxili dünyanız üçündür. İndi isə gözlərinizi yavaşca yumun. Yəni, iç dünyanıza doğru gedin. Əvvəlcə nəfəs alın, nəfəs verin. Rahat bir bədəniniz tamamilə boşalsın. Rahatlaşın. Bir bədəninizi hiss edin ilk öncə. Rahat, tam rahat olun. Bədəninizi hiss edin. Oturduğunuz yeri hiss edin. Nəfəsə fokuslanın, nəfəsinizi hiss eləyin, necə alıb, necə verirsiniz. Tamamilə rahat olun, gözlərinizi yumun. Bütün nə varsa sizdən kənardadır, yəni bir sizsiniz. Özünüz baş-başa qalmışsınız özünüzlə. Çünki orada bir qadın yaşayır. Yəni sənin daxili qadının. O sənin enerjini, gücünü, zəifliyini, intuisiyanı təmsil edir. Onu təsəvvür elə. Necə təsəvvür eləmək istəyirsən elə. Bu sən daxili qadınla. Necə görmək istəyirsən o qadını gör. Onu qadın olaraq görürsən və yaxud hər hansı bir simvol olaraq görürsən.
necə görmək istəyirsiniz? İlk ağlınıza gələn nədirsə odur. Bir onu təsəvvür elə. Tamamilə təsəvvür elə. Əynindəki geyimini gör, məsələn, onun duruşuna bax. Səndən uzaqdadır, yaxındadır. Yəni yanında və yaxud ətrafında nələr var. Bir onu təsəvvür elə, bir qadın olaraq gör. Rahat şəkildə. Məsələn, o qadının baxışı necədir? Onun enerjisinin rəngi nədir? Onları gör, amma yadında saxla bunların hər birini gördükcə. Məsələn, bədən dili nə deyir? Bax, məsələn, daha çox necə durubdur, özünü bağlayıbmı, qapalıdırmı, açıqdırmı, hansı bir hərəkətdədirmi, müşahidə elə o qadını. Məsələn, onun yanında hansı simbol var, ətrafında nə var, kimlər var, necə görünür, nə geyinib, məsələn, saçını necə yığıb, hər bir detalı müşahidə elə. Əli hara uzanır, nəyə toxunmaq istəyir, bax ona. Tam hiss elə o qadını. Məsələn, səncə onun ən böyük gücü nədir? Müşahidə elə. O qadına yaxınlaş. Bir söhbət elə. Bəlkə sənə demək istədiyi bir şey var. Uzun zamandır özünü gizlədir. İndi nəsə demək istəyir. Yaxınlaş ona. O qadını tamamilə hiss elə. Əgər hiss elədinizsə, bunları gördünüzsə, müşahidə etdinizsə, indi yavaş-yavaş nəfəs alın, nəfəs verin, nəfəsə fokuslanın. Sonra gözünüzü açın, yavaşca, hazır olanda. Və gözünüzü açdıqdan sonra A4 vərəqinə o qadını necə hiss elədinizsə şəklini çəkin. Necə gördünüz, necə hiss elədiniz? Yəni bir qadın olaraq, bir simbol olaraq, bir rəng olaraq necə istəyirsinizsə şəklini çəkməyə başlayın. Çəkib bitirəndən sonra buranın çat bölməsinə o şəkilləri göndərə bilərsiniz. Mütləq deyil, necə çəkmək istəyirsiz çəkin. Yəni burada əsas məsələ, yəni rəssam kimi çəkmək deyil mütləq. Yəni nə istəyirsən çəkə bilərsən, necə çəkmək istəyirsən çək. Yəni sən çəkdiyin hal ən gözəl haldır. Yəni kim necə çəkmək istəyirsə elə çəksin. A4-də çəkir. O rənglərdən istifadə edeyim. Məsələn, kim hansı rəngi ilk ağlına gələn, hiss elədiyi, duyduğu rəngi. O qadını bir rəsmə çəkin. Kim istəsə musiqi qoya bilər. Musiqi ilə çəksin. Kim istəsə sakitçilik, rahat şəkildə məsələn. Necə istəyirsən. Çəkib bitirdikcə çat bölməsinə plus qoyarsınız və yaxud şəkillərinizi çat bölməsinə göndərərsiniz çəkdiyiniz rəsmləri. Biz burada bir analiz eləyərik. Sən o qadını nəyə bənzədirsənsə elə çək. Qadın olaraq, ağac olaraq və yaxud bir çiçək olaraq hər kəsdən fərqli ola bilər.
Sonra çəkdiyiniz rəsmə rəng verir. Tamamilə fokuslanır rəsmə. Yəni hər bir kənar səsdən, problemdən, hər bir şeydən uzaqlaşaraq. Yəni özünüzlə baş-başa qalaraq rəsminə fokuslan. Seçib bitirənlər bir emoji qoya bilər və yaxud şəklin rəsmini göndərə bilər. Kim hazır eləyibsə. Seçib bitirəndən sonra sualları da var ekranda. Məsələn, o rəsmə baxıb o sualları da yazılı cavab verə bilərsən. Məsələn, o rəsmə baxdıqca sən kimsən? İlk ağlınıza nə gəlirsə, o qeydləri apara bilərsiniz. Bu özünüz üçün lazımdır. Təbii ki, bunu bölüşməyə də bilərsiniz. Bölüşə də bilərsiniz kim istəsə. Amma rəsmlərinizi bölüşsəz daha gözəl olar. Həyatımda nəyi dəyişmək istəyirsən? Mənə hansı gözü xatırladırsan? Məsələn, səndən nəyi gizlətmişəm? Mənə bu həftə üçün məsələn bir mesajın nədir? İlk ağlınıza gələr. Bu sualları verdikcə ilk ağlınıza nə gəlirsə onu qeyd edin. Bunu sonra da eləyə bilərsiniz, indi də eləyə bilərsiniz. Məsələn, təlimdən sonra bu suallara baxıb yenidən kontakt qura bilərsiniz rəsminizlə. Verilən suallara cavab yaza bilərsiniz. Seçənlər var, rəsmləri necə gedir? Mən sizi görmürəm, bilmirəm. Ekranlar yəqin ki, bağlıdır. Bir söz deyə bilərəm. Bəli, buyurun. Bu arada axşamınız xeyir. Çəkdim, sadəcə fotoğrafı göndərə bilmirəm. Nə bilim. Axşamınız xeyir. Burada chat bölümünə, bilməm, baxın görün ekran görüntüsü gəlir, mən təxmini göstərim, siz baxın. Məsələn, belə görsənir sizdə ekran? Xeyr, görsənir. Görsənmir, hə? Burada chat bölümünə girirsiniz, chat bölümünə. Solda bir dənə plus işarəsi var. Aha. Plusun üzərinə basdıqdan sonra foto var. Baxın, görün eləyə bilirsiniz. Ayarlar zat istəyir, ona görə eləyə bilmirəm. Maalesef. İstəsəniz onu da təşkilatçıya göndərin, təşkilatçı göndərsin. Və yaxud qrupda varsınızsa, qrupa yönləndirmək olursa göndərsinlər, oradan baxıb paylaşır. Bu arada sizin tələbəniz olmuşam Bakı Neft Energetika Kollecində. Yəni, nömrəniz var sizdə. Çox gözəl, lap yaxşı. Kim idi bilmədim, mən görmürəm deyə. Nə tələbələrdən İsmailov Aytən 545-1-in. Aha, çox gözəl, lap yaxşı. Nə gözəl tələbələrimin də burada olması. Gözəl gününüz olsun. Sağ olun. Baxın, görün, əgər təşkilatçıya və yaxud məndə nömrəniz varsa, mənə göndərin, elə mən paylaşaram. Məsələn, indi baxarıq rəsminizə bir yerdə. Tamam, bir tane baxmıyorum, nömrənizi qalsatım. Aha. Chat bölümünə göndərə bilməyənlər, burada asandır əslində, chat hissəyə girirsiniz, plus var. Onu qoşanda foto yerindən seçib məncə göndərilmək mümkündür.
Axşamınız xeyir Sevinç xanım. Mən Axşamınız burada xeyir. chat bölməsinə toxunuram, amma açılmır chat bölməsi. Niyə ola bilər? Bilmirəm onu. İstəsəz onda bəlkə qrupda varsınız, təşkilatçıya göndərəsiz, o yönləndirəm. Yaxşısı odur da. Qrupda tərəfdən. Axşamınız xeyir. Axşamınız xeyir, xoş gördük. Ən yaxşısı göndərin qrupa, təşkilatçıya. Qrupa göndərsin. Oradan mən bura göndərə bilsəm belə göndərəm, olmasa belə şifahi deyərəm. Çünki rəsm sizdədir. Mən rəsmi görmürəm, deyə heç bir şey deyə bilmirəm. Elnarə xanım göndərdi. Baxaq indi açılsın. İndi bir baxacağım şəkillər gəldikcə. Elnarə xanımın rəsmi. Aha, Elnarə xanım qadın obrazını rəsmdə belə görübdür. Elnarə xanım sevgi doludur, əllərini açıbdır. Amma bir tərəfdən də keçmişə meyillidir. Sonra daha çox Elnarə xanım səsi də açarsınız, mən dedikcə bilmirəm olsa başımdakı şlyapadır, dar platyadır. Aha. Baxarsınız, mən orada sual versəm, görün uyğun gəlir, gəlmir. Bəzən olur ki, məsələn, eşitmirsiniz kənardakı şeyləri, yəni eşitmək istəmirsiniz. Deyilənləri və yaxud ətrafda olanları eşitmək istəmirsiniz. Sonra eşitirsiniz məni, səsim gəlir. Müəllim, mən sizə Instagram səhifənizdə atdım. Yəni İndi baxacağam. Tamam, indi baxacağam. Elnarə xanım, Sevgili xanım, axşamınız xeyir. axşamınız xeyir, necəsiz? Sağ olun, yaşayasınız, çok sağ olun təlim üçün. Mən izah edeyim qısa. Əslində çəkə bilmədim, şəkil çəkə bilmirəm. Belə dar platyadır, straplez deyirlər, yəni yoxdur da qolu. Belindən belə yumru bir şey gəlir, dümdüz aşağı qədər. Qırmızı pomadadır. Əslində əlini qoymuşdu üzünə, onu çəkə bilmədim elə. Belə özündən bir havalı kimi görünür. Toya gedir. Ətrafında da yolun ortasında durmuşdum xəyalımda. Sağ tərəfimdə dağ, sonra belə meşəlik. Sol tərəfimdə belə restoranlar olur, meşəlik. Naxçıvandaydım, niyə sağoluma o gəldi ilk. Və burada keçmişə gedirsiniz sanki. O ayaqlar keçmişə gedir də. Daha çox məsələn ya keçmiş düşüncələr və qadınlıqla bağlı keçmişə aid nələr yaşamısınız və yaxud hələ də xatırlayırsınız, indi bilməm müsbət, mənfi, onu siz bilərsiniz də. O ola bilər. Naxçıvanda keçib də uşaqlığım, mamamla da orada olurdu. Məsələn, o ayaqlar da onu deyir ki, keçmişə doğrudur. Yəni orada bir nəsə qalıbdır orada qadınlıqla bağlı müsbət, mənfi tərəflərini indi siz məsələn onu hiss eləyin, görün nə qalıbdır, sizi incidən bir şey mi var və yaxud nə isə qəbul eləməmsiniz orada, hansı məsələn nəyi buraxmısınız və yaxud buraxa bilməmsiniz. Onu indi daxili səsləri məsələn siz cavab verəsiniz. Bir də məsələn burada bu qadın eşitmək istəmir sözləri, kənardan gələn şeyləri. Yəni çox adama qulaq asmır, çox adamın dediyini eşitmək istəmir. Ya öz daxili səsindən yox, kənardan gələnləri deyirəm burada. Sonra şilyapa nədir? Başımda olan şilyapa. O da şilyapa da əgər üzü tutursa, indi bilmirəm, elə təsəvvür edib çəkmisinizsə, o şilyapalar bəzən belə olur, axı çox böyük, geniş olur. Belə yumru olur, üzümü tutmur. Üzünü tutmur. İndi şilyapa olaraq baxın, görün, məsələn, bəzi şeylər var ki, açmaq istəmirsiniz və yaxud gizlətmək istəyirsiniz. Nə qalıb? Tutaq ki, sonra burada daha çox öndə olmaq, göstərikli olmaq var. O da var. Məsələn, bu qadın sizə nəyi xatırlatdı, nəyi hiss elətdirdi bu rəsmə baxanda?
Orada dedi sən nə deyir? Mən dedi ki, özünə bax, özünə güvən, inan. Aha. Yəni öz gücünə inan dedi. Belə bir şey. Aha. Keçmişdə ola bilər, olub ki, məsələn, o gücü nəsə görməmsən və yaxud xatırlayırsan, ağlıva gəlmir, kimdən salmamısan, ona görə keçmişlə bağlı keçmişə gedir onun ayaqları. Hə, belə ağlıma gəlmir, yəqin ki, olar. Sonra məsələn, göstərişi sevən qadındır. Necə görünmək istəyən qadındır. Hə, görünmək istəyən qadındır, öndə olmaq istəyən qadındır. Amma bir tərəfdən də öz daxili səsinə qulaq asarsan, məsələn, o sən nə demək istəyir? Niyə o keçmiş xatirəsi nədə qalıb ki, o xatırladı, ora getdi həmin an. Təbii ki, bu şəkil, məsələn, bütün hər şey bu günə, məsələn, bu aya deyək ki, bu gün enerjisinə uyğundur da, tutaq ki, bir həftədən sonra fərqli şəkildə seçə bilərsiniz. Yəni, bu günə uyğundur, oxuyuram mən bunu. Sağ olun. Aha, burada bir də, məsələn, qırmızı göstəriş, enerji olaraq verilibdir. Bir də qara rəngdir, səhv eləmirəm, boya. Donu da qaradır, yoxsa necə? Hə, qaradır. Hə, qara bir tərəfdən... Saçımın rəngidir, saçdım qara ilə. İndi onun qəmginliyinin səbəbini təbii ki, sən bilirsən. Eşitmək istəmir bu da. Nəyə eşitmək istəmirsən, bax ki, nəyə eşitmək istəmirsən. Sonra sanki özün sıxıb durubdur. Belə əli yumruq şəklində bir aqresiya, qəzəb, boş şeylər var səndə. Düz deyirəm, Aytən, yoxsa necə? Bəli, Yəni, hamısı deyirsiniz. Aha, onları həll elə, yəni çox sıxışıb qalıbdır bundan. Qadın obrazı olaraq çox sıxımsan və nəyə danışmaq istəyirsənsə danış, özünə etiraf elə və yaxud yaz, etiraf elə, fikri və düşüncəvi, çox qəmgin, üzülən bir qadın var burada. Daha çox qadın enerjisinə yox, biraz da maskulin enerjidədir. Yəni, onları daha çox həll eləmək. İndi sonda meditasiya eləyəcəksiniz, düzdür. Amma bunu, məsələn, əgər, necə deyərlər, yazıb texnika var, elə hər kəsə də aid ola bilər. Məsələn, hansısa bir hisslərini, duyğularını ifadə eləməkdə çətinlik çəkirsə, vərəqə yaza bilər. Bir ən azından 21 gün içindəkiləri yazsın, cırsın, açsın. Sanki o həmin o duyğular, düşüncələr, bəzən olur ki, insan olaraq kiməsə nə isə deyə bilmirik. İçimizdə yığışıb qalır. Siz necə sözünüzü kəsdirəm. Elə bir ki, məyim, içinizə atdıqca adam boğulur, boğulma yaşayırsan. Aha, yəni o səndə görsənir rəsmində, o boğulma hissi. Çox çölə vurmaq istəyir, vura da bilmir. Onu, məsələn, yaz vərəqə, 21 gün, məsələn, yoxlaya bilərsən, deyə bilmədikləri bir var, səndə qalır o, sonra bədəndən hər hansı bir stres, duyğu yığışanda bədəndən bir xəstəlik formasında çıxır. Yəni, o olmasın deyə həmin o duyğuları boşalt. Yazıya yaz, həmin o kağızı yazır və yaxud yandır, hansını istəyirsən. Həmin yandırdıqca və yaxud cırıb atdıqca beyin artıq onu qəbul edir ki, o yoxdur, rahatlaşma başlayır. Bunu 21 gün tətbiq edərsən. Sonda sizə tapşırıqlarda verəcəm, bir də meditasiya edəcəyim. Sağ olun. Yaratmaq şəkli daha çox yaradıcılığına bağlıdır. Yaratmaq. İndi bilmirəm necə çəkmişsiniz, balacadır, böyükdür, vərəqin hansı hissəsindədir. O şəkil açsaz daha yaxşı olur. Amma yarpaq özü yaradıcılıqdır. Tək yarpaqdır, yoxsa ağacdadır. Başqa kim çəkibsə göndərə bilər, baxa bilərik. Eğer istəyirsinizsə. Göndərə qoşma baxa bilərik. Bura göndərmək mümkün deyilsə. Burada xanımlardan göndərdilər.
bir dənə çəkib. Bilmirəm kim çəkibdi. İstəsəz Səbnə xanım siz vurğulayın, adını çəkin, kim çəkibdi. Mən dedikcə bilsin özü də, yəni kimin şəklini burada baxıb oxuyuram. Riyaziyyat vərəqində çəkilibdi. Aha. Şimdi baxın. Bu qadın da çox hər vaxtınız xeyir, xoşuldür. Çox Bəli, təşəkkür buyurun. edirəm. Çox sağ olun, təşəkkürünüz üçün minnətdarımı bildirirəm. Həqiqətən də çox gözəl bir şeydir. Mən çox gec qoşuldum uşağı yatırdım. Bilmədim ki, nə tapşırıq vermisiniz. Nə şəkildə bundan sonra mən çəkib göndərə bilərəm, gec deyil. Yox, çəkə bilərsiniz. Hələ ki, bunları oxuyuram. Qadınlıqla bağlı. Gözünüzü yumun, təsəvvür eləyin daxilinizdəki qadını, onu necə görürsünüz, necə təsəvvür edirsiniz. Sonra onu bir rəsmə çəkin. Məsələn, bu A4-də rəngli karandaşlardan da istifadə eləsəz, çox gözəl alınır. Yəni, çəkin, hələ ki, vaxt da vardı. İndi burada bəzi şəkillər var, onlara baxın. Məsələn, burada bir qadın şəkili göndəriblər. Burada daha çox aqressiyası var bu qadına. Baxışlarında iticilik var. Yəni, göstərişi sevən qadındır, öndə olmaq istəyən qadındır. Amma bir də çox qəzəblidir. Qulaqlar da var, yox bilmirəm, tam bilmədim şəkildə. Özü xanımın səsi açsaydı daha yaxşı olardı. Ünsiyyət qurardıq. Əgər qulaq yoxdursa, o da eşitmək istəmir. Sonra ayaqları yoxdur çəkilən şəkildə. Yəni, bilməm, ya var şəkili tam çəkməyib, düşməyibdir. Bu kimin şəkilidir? Səbnə xanım, kim göndərib nömrə ilə və yaxud başlığına deyə bilərsiniz, o xanım səsi atın. Belə çünki bilməyəcəm mən də. Sonra əllər, barmaqlar tam çəkilməyibdir. Necə qaralama kimi çəkilib, tələsik çəkilib. Yəni, öz qadınlıq enerjisi ilə, qadınlıqla bağlı çox kontakt qura bilmir. Dəqiqən, baxın. Aha. Qadında bunda aqressiya var, bu xanımda da. Yəni, tam olaraq bir qəzəb, əsəb, stres və yaxud qulaq çəkilməyibsə, eşitmək istəmir kənar sözləri, göstərişi sevən bir insandır. Sonra gül, amma məsələn, yaradıcılığı təmsil eləyir, gül, yarpaq. Sadəcə bu açılmayıbdır. Yaradıcılığının fərqində də ola bilsin, yaradıcılığı var, potensiyalı var, amma içindədir. Onu niyəsə açmaq istəmir. Yəni, içində var, gizlədir. Bir də, yəni, bu kökü daha çox keçmişə gedir bu gülün. Yəni, keçmişlə bağlı nəyi məsələn deyiblər? Tutaq ki, sən bacarmarsan və yaxud inanmayıblar, güvənməyiblər. Bir kökdə sanki orada bir qaraltı, necə deyək, keçmişlə bağlı bir mənfi olan bir şey var. Amma nədirsə, indi təbii ki, özü bilir. Mən də tam bilməyəcəm. Sonra bir nəfər də qadın çəkibdir. Qırmızı rəngdə. Bu qadın da, bütün qadınlarımızın hamısı keçmişdə. Niyəsə baxır, daha çox keçmişə gedir. Bir də keçmişə baxar, amma gələcəyə doğru meyillidir. Qırmızı qələmlə çəkilib. Qırmızı həm enerjini bildirir, həm də aqressiyanı bildirir qadın olaraq. Bir də yandan çəkilən qadındır, tam olaraq özünü göstərmək istəmir. Yəni, üzün belə yan hissəsindən çəkilibdir. Solğundur deyə tam ayırt eləyə bilmirəm. Bunun da demək olar qulağı yoxdur. Yəni, ətrafda olan şeyləri eşitmək, duymaq istəmir. Yəni, bağlayır da qulağı olmayanda ətrafda olan bir şeyləri eşitmək, qulaq asmaq istəmirlər. Məsələn, burada da şlyapa deyəsən, papaq çəkilibdir. O papaq əslində bir tərəfdən də müdafiə mexanizmi daşıyır da, özünü qorumaq istəyir. Yəni, nədənsə kənardan gələn, deyək ki, sözlərdən, fikirlərdən, insanlardan özünü qorumaq istəyir. Məsələn,
papaq ona görə çəkilir. Yəni kimdə çəkilibsə. Başqa yenə chat bölümünə göndərən var, baxaq. Yox, burada utanmalı heç bir şey yoxdur. Təbii ki, hamımız professional rəssam deyilik. Bu sadəcə çəkilən şəklinə əsasən, məsələn, nə məna kəsb edir, onu izah eləyəcəm. Yəni, narahat olmayın. Burada onsuz da heç kəs rəssam deyil, mükəmməl bir yəni şəkil yarışı keçirtmirik. Əsas məsələ sizinə ifadə edibsə, onu göndərə bilərsiniz. Başqa kim çəkmək istəyir? Bu qırmızı şəkli çəkmişdiniz. Xanımla səs bağlantısı qura bilərəm. Əgər mümkünsə. Yoxsa yox. Ya, o bir agresiya, enerji var, qəzəb var. Axşamın xeyir Sevinç müəllimə. Axşamınız xeyir, xoş gördük. Aha. Şəklə baxdım, o papaq var idi, deyəsən başında. Şlyapası var. Əlində sumkası var. Sumka seçə bilmədim. Aha. Kırmızı karandaşla çəkdim. Gələn karandaş o idi, onunla çəkdim. Evdə olan oydu, yoxsa elə prosta karandaşın içində qırmızı seçsiz çəkdiniz? Evdə karandaş çox oydu, sadəcə əlimə gələn qırmızı oldu, onu götürdüm əlimə. Bir qadınlığa qarşı agresiya, qəzəb duymusunuz ümumiyyətlə, niyə qadınam, mən niyə bu qadın oldum, bu dünyaya gəldim, belə bir şey olmayıb. Qadının yükləri ağırdı, sözün düzü. Hələ də davam edirdi o ağırlıq. Sadəcə elə belə götürdüm, gözümü yumdum, çəkdim ki, həmişə dik durmaq lazımdır da belə. Aha. Amma bir tərəfdən keçmişə baxır hələ ki o qadın, amma gələcəyə doğru əyilən formadadır deyə, o bəlkə də yüklərdən, problemlərdən bir əyri formada durubdur. Ya bilmirəm, amma elə çəkilib elədir. Şəkildə mən əyri gəlir rəsm olaraq. Bizdə özünü tam göstərmir, ancaq elə yəni ki, özünü tam göstərmir. Hə, özünü tam göstərmir. Hə. Ya, qadınla, ümumiyyətlə hər birimizdə, yəni hər birimizdə qadınlıqla bağlı negativ inanclar var da. Yəni, niyə dediyim kimi ailədən gələn və yaxud gördüyümüz, eşitdiyimiz qadın olmaq ayıbdır, tutaq ki, hər hansı bir hərəkətlərlə bağlı həmişə qadın qısıtlanıbdır. O qısıtlandığına görə də qadın olmaq istəməyən insanlar da var. Və yaxud ailədə problemlə də olur, məsələn, başqa ana hamilə vaxtı deyək ki, qız övladı dünyaya gələcək, bilir qızda, amma kaş oğlan olardı və yaxud oğlan istəyir, qız olur. Onda da öz təsirini göstərir enerjisel olaraq qadınlara. Yəni artıq doğulanda o qadında bir qadın enerjisindən çox kişi enerjisi olur. Niyə? Çünki o oğlan olaraq gözlənilib, kişi olaraq məsələn. Və yaxud olur ailələrdə qadınlara deyilir, məsələn, qızlarımızda daha çox müşahidə edirik də, qızlara deyilir ki, kişi kimi qızdır. Əslində bu çox yanlış fikirlərdir, inanclardır. Biz ona dedikcə kişi kimi qız, əslində o qadın enerjisini əlindən alırıq, onu kişi kimi böyütməyə yönəldirik, kişi enerjisi veririk. Məsələn, o da təsir göstərir. Və yaxud məsələn, ailədə olur ki, nəsildə daha çox oğlanlar olur. Deyək ki, xaloğlu, əmoğlu, qardaşları nəsildə bir qızdır da. Məsələn, onu da müşahidə edin, həmin adamda daha çox qadın enerjisindən yox, kişi hərəkətləri, kişi enerjisi, çünki rol modeli olaraq onları görübdür. Və hər birimizdə müəyyən keçmişə bağlananda öz yaşadığımız, tutaq ki, müəyyən ailə mühiti olsun və yaxud cəmiyyətdə olsun, uşaqlıqda, baxın görün nə qədər negativ inanclar var qadınlığımızla bağlı. Yəni, hər birimizdə də bu özünü göstərir, var. Yəni, yadımıza salsaq, biləcəyik. Və yaxud həmin o inanclarda sonradan bizdə öz təsirini göstərir. Yəni, hərəkətimizdə və yaxud davranış şəklimizə və yaxud qadınlıq enerji. Azərbaycanda ümumiyyətlə, yəni müşahidə eləmişsiniz ki, qadın olmaq sanki yükü verirlər ona da.
Yəni sən qadınsan, bütün yükü götürməlisən. Sən qadınsan, bu çətinliyə dözməlisən. Sən qadınsan, o qədər qadın yük verilir ki, ailəyə baxanda bəzən görürük ki, kişinin yükünü də özü götürür. Artıq qadın olaraq deyil, özünü hiss eləmir. Bir kişi olaraq hiss edir. Kişi olmaq mütləq deyil ki, məsələn, bu kişi kimi hərəkət eləsin. Adam var, qadın kimi geyinirik. Amma daxildən, məsələn, evin içində olan kişinin görəcəyi işləri belə bəzən qadın görür. Onu düzəldir, bunu düzəldir və yaxud daha çox yük daşımağa başlayır və o enerjini çox alandan sonra kişidə baxırsınız, bəzən ailələrdə müşahidə edəndə görürsünüz, artıq kişi öz funksiyasını itirir, elə bir ki, rol dəyişir də. Bu keçir kişi obrazına, bu da qadın obrazına və yaxud əlini gəlir, heç nəyə vurmur və yaxud elə olur ki, heç iş olmur, evdə yatır, qadın o evə baxır. Yəni bunlar hər biri təsir edir. Bunların da təsir etmə səbəblərindən biri bizə keçmişdən qadın olmağımızla bağlı gələn neqativ inanclardır və yaxud gördüyümüz neqativ rol modellərdir. Çünki bizə qadınlığımız daima utandırılıbdır. Yəni qadın olmaqdan. İndi düzdür, bəlkə də zaman dəyişir, ətraf dəyişir. Bunu biz öyrəndikcə öz övladımızda, tutaq ki, gənc qızlara çalışırıq, aşılayaq ki, qadın kimi hiss eləsinlər özlərini. Amma hardasa 90-cı illərdən yəni indi biz müşahidə eləyəsək və yaxud ondan öncəki illərdə daha çox o qadınlıqdan utanmışıq və utandığımıza görə də kişi olmaq istəmişik. Kişinin bu funksiyasını itirməsinin günahı bizdədir. Niyə? Bunu təbii ki, şuurlu eləmirik, şuur altı olaraq eləyirik. Burada psixoloji olaraq da. Niyə? Çünki biz gördüyümüz rol modellər var və yaxud inanclar var. Yəni biz fərqində olmadan həmin o enerjinin bütün gücü öz üzərimizə götürdük, özümüz alırıq və həmin dəqiqədə də necə olur ki, artıq funksiyasını itirməyə başlayır. Əgər biz bütün enerjini alırıqsa, təbii ki, o funksiyasını itirəcək. Yəni günahı onda yox. Yenə də, məsələn, özümüzdə axtarmalıyıq ki, biz nəyi harda yanlış eləyirik ki, tutaq ki, ailədə bu funksiya dəyişir. Bu da bir qadın obrazı. Ay, şirin qadın çəkilib, rəngli. Baxıb görək bu qadına. Çox gözəl çiçəkləri, böcəkləri də var bu qadının. Çox zərif çəkilib, çox incə çəkilib. Şəklini bilmirəm, tam ayaq hissəsi varmı, yoxmu? Mən də görsəməyibdir deyə bu ayaqları var. Axşamınız xeyir müəllimə. Necəsiz? Çox sağ olun. Çəkməyə çalışdım belə, rəngli falan beynimdə təsəvvür elədim. Yəni sarılığı, narıncılığı belə. Beynimdə təsəvvür elədiyim daha gözəl idi, amma belə çəkdim. Bir də ayaqları yoxdur, elə ora qədər çəkmişəm. Ayaqları yoxdur, Yaxşı, müəllimə dediniz, bilmək istəyirdim, burada tələbələrimіздənsiz? Yoxsa... Müəllim dedim, nə bilim, mən özüm tələbəyəm, amma sizin tələbəniz deyiləm yəqin ki. Yaxşı, tamam, Ayaq çəkilməyəndə əslində qadın olaraq çox gözəl çəkmişsiniz. Bundan başqa ayaq olmuşsa hərəkət etmək, niyəsə hərəkət etmək istəmir, durub və yaxud irəli gedə bilmir, nəysə məqsədinə, hədəfinə doğru bir yerdə qalıbdır. Ayaq olmayanda onu ifadə edir. Amma çiçəklər yaradıcılığı, rənglər də ümumiyyətlə narıncı, sarı rəng yaradıcılığı, enerjini, məsələn, daha çox o yaratmaq, o civil-civil enerjilər var, onları məsələn əks etdirir. Çox qəşəng gözləri, baxışları var. Kipriklər, məsələn, baxışlar, o göstərişi sevən bir qadındır. Məsələn, öndə olmağı sevən qadındır. İndi bunu da bilmirəm, qulaqları yəqin ki, çəkilib, yoxsa saçın, məsələn, altındadır, yoxsa ümumiyyətlə qulaq çəkilməyibdir. Çəkməyə çalışdım, saçını çəkəndən sonra qulaq yadıma düşdü. Yəni indi həmin anda məsələn bax kənarda olan sözləri məsələn qəbul edirsən, yəni bəzən o qulaq çəkilməyəndə ətrafdakı olan şeyləri eşitmək istəmir həmin adam. Gələn sözləri, deyilənləri və s. Bir də bu qadın çiçək tutubdu. Əsasən də rəhim hissəsinə düşürdü. Elə bil ki, əllərin belə tutubdu, çiçəyi tutubdu, düzdür, səbətdədir çiçək deyəsən. Bəli, bəli. Neçə yaşınız var, bilmək olar?
19 yaşım var. Ha, çox gözəl. Ha, çox belə yəni pozitiv çəkilib bu şəkil. Hə, özüm də elə düşünürəm əslində müəllimə. Aha. Hə, şlyapada dediyim kimi bir növ qorunma, məsələn, ətrafdan qorunmaq, kənardan qorunmaq amalı daşıyır şlyapada. Amma sizdə o qadınlıq enerjisi hiss olunur. İndi canlı bilmirəm, görməsəm də, amma şəklinizdən o hiss olunur. Məsələn, rənglərdən, çəkdiyiniz məsələn bu incəlikdən hiss olunur qadınlıq enerjisi. Amma bir dənə əsas məsələ ayaq yoxsa, baxın görün harda sizi nə yəni dayandırır ki, hərəkət edə bilmirsiniz. Nəyə doğru? Hədəf, məqsəd, yaradıcılıqla bağlı. Özünüz yaradıcılıqla bağlı necədir? Məsələn, rəsm çəkən, musiqi kimi. Neçə gündür ümumiyyətlə rəsm çəkməmişəm, hələ indi çəkdim. Belə rəsm çəkməyi sevirəm. Anam, bacım, özləri də qəşəng rəsmlər çəkirlər. Biz də anamızdan keçib birazcıq mənə. Sonra qardaşım da qəşəng çəkir. Belə musiqi falanla yox, yəni çala bilmirəm ümumiyyətlə. Heç bir alət istifadə etməmişəm. Bir yaradıcılıqla bağlı ümumiyyətlə. Sizin içinizdə bir yaradıcılıq var, amma nədir bilmədim. Yəni onu soruşmaq istəyirəm ki, nəyə meyillilik var? Deyək ki, əl qabiliyyətiniz olar, bir düzəltmək olar, bişirmək olar, fərqi yoxdur. Yəni rəsm çəkmək olar. Var, hamısına biraz var, belə biraz hamısına. Ayrı-ayrı. Ən çox bilmirəm nəyə var. Aha. Və onu bilməməyiniz bəlkə də sizi durub dayandırıbdır. Yəni hərəkət eləmişsiniz, bir yerdə durmusunuz, hədəf məqsəd olaraq. Yəni baxın ki, nə var ki, onu aktivləşdirib daha da yaxşı ortalığa çıxara biləsiniz. Burada xanım yazıb, bu qız yəqin subaydı, 19 yaşı Gülşən xanım yəqin artıq evlilər deyirsiniz ki, belə cibil-cibil çəkə bilmir. Uşaq, valideyn, ata, qaynana, hamısı bir tərəfdən alır, sorurlar bizi. Biz icazə verdikcə hər kəs bizim enerjimizi alacaq. O icazə verən yenə də bizik. Mən buradan göstərə bilərəm çəkdiyim şəkli, düzdür, bərbaddır, amma yenə də. Ola bilər, belə də göstərə bilər. Ekranı açıb göstərə də bilərsiniz, problem yoxdur. Görüm açıldı. Kamera açıldı, bir zəhmət biraz mərkəzə tutun, mən o şəkili görürəm, mən görmürəm mən. Biraz da yaxınlaşdırın. Atmışam, biraz yaxınlaşdırın. Fon imkan vermir, biraz yaxınlaşdıra bilərsiniz bəlkə. Öz simanıza tutun, belə tutun. Bəlkə onu da görsənlər. Aha. Elə tutun, mən baxım, itməsin. Niyəsə itir. Necə fonu siləsiniz arxadan, o fon imkan vermir, görsəniz. Chat bölümünə göndərə bilmədiniz yəqin. Necə göndərim onu? Chat hissədə. Aha, indi görsəndə biraz üzün, biraz yox, itdi yenə. Biraz görsənsə, yenə baxıb şey eləmək olar. Belə tutun, elə təxmini mən uzaqdan seçirəm. İndi belə nə görsəm onu deyəcəm. Sonra istəsəz chat bölümünə atarsınız. Adına müəllim yatmışam, yox, sizə atsa, WhatsApp-da atmışam, baxsana. Bölümünə bilirsiniz necə? Burada chat bölümünə daxil. Sol tərəfdə plus işarəsi var. Onun üstünə qoşun. Görün eləmək olur. Chat yazılıb, orada daxil olanda solda bir dənə plus var. Təxmini görsəndi, indi baxın. Mən baxmaq istəyəndə bu qaçı. Sizdə rənglər mavi var, qırmızıdır ya rozludur, seçə bilmədim. Bir də bənövşəyidir deyəsən rənglər var. Göz, qulaq, saç tam seçə bilmirəm, uzaqdan durubdur. Anlatdı. Yaxşı, indi baxıram orada. Axır şəkili gördük. Çox sağ olsun. Sizdə də daha çox qadın enerjisindən daha çox bir
kişi enerjisi daha çox üstələnibdi sanki. Məsələn, o qadın üstəliyibdi. Keçmişə meyillilik, yəni qadınlıqla bağlı keçmişə meyillilik var. Ola bilər ki, o keçmişə gedənlərin əksəriyyəti ola bilər ki, o qadınlıqla bağlı nə isə deyək ki, həll eləməyib, orada qalan negativ inanclar, düşüncələr var ki, o keçmişə bir meyillilik yaranıbdır. Məsələn, sizdə də qulaqlar yəni yoxdur. Qulaqlar olmadığına görə kənar sözləri ümumiyyətlə eşitmək istəmirsiniz. Kənardan gələn sözləri. Sizdə də məsələn göstəriş sevmə, öndə olmaq bir istəyi var. Amma daha çox yəni kişi enerjisi bu dəqiqə hal-hazırda sizdə daha çoxdur. Yəni yüklərdənmi, bir də daha çox yüklənirsiniz ümumiyyətlə. Yəni bütün güc sizin üzərinizdədir. Bəli. Şey var məndə yine. Evet, o güc sizdə olduğuna görə bədənin baxan hissəsinə baxanda, o çiyin hissəsinə, o belə olur bəzən kişilər, məsələn, eyni kürə, sanki o yükü götürmək üçün özünüzü böyütmək ehtiyacı duyursunuz. Yəni mən böyüyüm ki, bunu qaldırım, bu yükü götürüm, belə deyək. Aha, barmaqlar 5 dənə çəkilib. Aha, qolun biri, məsələn, belə deyək də, böyükdür, biri balaca. Məsələn, böyük olan, belə baxanda mən keçmişi nəzərdə tuturum da, yəqin ki, odur. Aha. Məsələn, keçmişi uzan gələcəklə bağlı sanki biraz özünü zəif hiss eləyir. Hardası gücü çatmır, elə bir də bir şeylərlə bağlı, götürüyor yüklərlə bağlı və yaxud indi daxili sıxıntı deyək, problem deyək, onu daha doğru. Siz yaxşı bilirsiniz. İndi sualı verdikcə gərək burada tək-tək danışdırım, açılsın, o mümkün deyil də. Amma belə ümumi deyirəm, mən izah eləyirəm. Sonra bir ən azından sizdə məsələn o qolu açıq olmaq, həm də daha çox o sevgi dolu olmağınızı da göstərir. Hər kəsə ürəyiniz açıq, qəlbiniz açıq, onu da göstərir. Bununla bağlı o yükləri daşıdığınıza görə bir agresiyanız da var. Qırmızı rəngdə də çəkilən yəqin ki. Aha. Sələm rəngbərəng olsun. Aha. Hə, o rənglərin çoxluğu da emosional duyğular, məsələn, çoxluğunu göstərir. Yəni daha çox bir neçə duyğunu bir anda yaşamaq, məsələn. Yəni çox bir neçə duyğu var da sizdə qarışıq olaraq onu göstərir. Başqa nə sualınız varsa soruşa bilərsiniz. Əməyinizə, əziyyətinizə sağlıq, ay müəllim. Çox sağ, həqiqətən də çox düzgün vurğulayırsınız. Qancılar həyatımızın içində siz bizi görürsünüz. Yox, təbii ki, siz çəkdiyiniz rəsmə əsasən deyirəm, siz də sağ olun. Sonra burada bir dənə də rəsm var. Aydır, bu güldür, yoxsa günəş olaraq lotus çiçəyi, lotus çiçəyi olaraq çəkilibdir. Aha, bir də ay ulduz. Bu xanımda lotus çiçəyi içində yatan nəsə varsa, yəni lotus çiçəyi açılıbdır, yoxsa açılmayıb. Bir dənə onu deyim mənə. Çünki kənarlarda bir şey var, bir də ortada yaşıl nəsə çəkilibdir. O yaşıl çəkilən rəngidirmi, yoxsa o məsələn belə aşağı qozası hissəsidirmi, onu bilmədim. Ulduz daha çox görünmək istəyi var bu xanımda. Məsələn, daha çox görünmək istəyir, parlamaq istəyir. Sonra xanımda ana ilə bağlı münasibətiniz necədir? Səs aça bilərsiniz? Bir qoruyucu ana var sizdə də, yəqin ki. Mümkün olsa ya yazasınız və yaxud ya səsi açasınız ki, mən sizə sual verə bilim. Çünki belə lotus çiçəyi əslində yenidən doğuş, yenidən yaradılış, məsələn, bir şeyi ortaya çıxartmaq, bir şeyi görünür etməkdir, açılıbsa. Aha. Məsələn, elə bir sanki o səs echo verdi.
Xatırlayın. Hə, sizin neçə yaşınız var? Ananız Allah rəhmət eləsin, ruhu şad olsun. Çünki nəyə görə deyirəm, sanki o ana ilə bağlı qorunma istəyi ola bilsin ki, oradan irəli gəlib. Sanki ona ehtiyac duyursunuz. Yenidən məsələn, anam yanımda olsun, məni qucaqlasın. Necə o uşağın necə anaya ehtiyacı var, o duyğu var, o ehtiyac hissi var. Aha, 44 yaşınız var. Aha, lap yaxşı. Mənim yuxarıda uşaq olduğu üçün onu, balaca uşaq, siz yəqin qadını uşaq kimi görmüsünüz. O mənada təsəvvür elədiniz, elə deyirsiniz. Aha, lotus çiçəyi məsələn, bilirik ki, bataqlıqdan o sirçaq bir suyun içindən çıxan bir çiçəkdir də. Aha, lotus çiçəyi onu ifadə elədiyinə görə, məsələn, siz öz yaşantınızda sanki o ağırlığı, çətinliyi, bu qədər bir qarmaşıq bir şeydən baxmayaraq, amma siz yenə də neyinirsiniz, çiçək açmağa, yaradıcılığı göstərməyə, özünüzü göstərməyə, yəni bacarmısınız. Yəni bir çiçək açmışsınız həyatda, nə isə başarmışsınız, nə isə eləmişsiniz, amma sizin o gəldiyiniz yol çox çətin, qarma-qarışıq ola bilər, olubdur. Səhrayı, ay ulduzlar, səhrayı uşaqlıq, səhrayı bilirik də, yəni uşaq rəngi olduğuna görə ola bilər ki, o anasının yoxluğu da bir uşaq o necə anasına, məsələn, ehtiyac duyur. Uşaq, məsələn, gözü anasını axtarır, bax o mənanı ifadə edir, sanki elə bil ananı axtarır, yəni anaya ehtiyac duyur, sanki o qorunsun, qucaqlansın, sevinsin, ananın istiliyini hiss eləsin, o mənanı kəsb edir. Amma çətinlikləriniz çox olsa da, yəni onu üstəsindən gəlib çıxmısınız, o çiçəyi açıbsa, yəni o şeyləri, mərhələləri keçmişsiniz siz. Aha. Yine başqa nəsə şəkil var. Baxaq. Mesaj yerini, şəkili həmin o chat bölümünə girəndə orada plus var. Plusun üzərinə basanda foto gəlir, Müsalə xanım. Fotoya, yəni ki, oradan göndərə bilirsiniz. Əgər göndərə bilməsəz, yəni mən tərəfdən tanışsınızsa. Fotoya girirəm, amma ki, öz şəxsi fotolarım gəlir. Mən buradan, əgər çıxıb şəkil çəksəm, o şey itirəcəm sizi. 2 dəfədə mən yenidən yükləmişəm. Siz onda bu şəkili qrupun, məsələn, təşkilatçıya göndərə bilərsiniz, baxın. Yoxsa onu da eləyə bilməyəsiniz. Ya istəyirsiniz ekrana ata bilirsiniz. Ekrana aça bilirsinizsə, ekrana ata şəkili tutun. Ekranda aça bilərəm, amma ki, mən indi hal-hazırda evimdə deyiləm, uşağın tələbədə deyənə, uşağın evindəyəm. Tək bir qrupda tutmuşam. Siz elə şəkili ekrana tutun, siz özünüz görsənməyin də. Ekrana tutun və salam, bir şəkil görsənsiniz. Siz yəni görməsəm də olar. Elə şəkili qaldırın, ekrana tutun, görəcəm mən. Aha. Burnu niyə belə təşmişəm, onu başa düşə bilmədim. Biraz yaxınlaşdıra bilərsiniz, mən tam üzərində nə var, onları sezmək istəyirəm. Aha. Bəs edir, çox yaxınlaşdırmayın ki. Aha. Bu qadın bir ədəli siz tutun, mən baxım da, davam edeyim baxmaq olar. Tez çəkməyin ki, mən bir dəqiqə gəldim. Elə qoyun, Ayşə. Tərpətmin, yəqin ki, evdə olan vərəq bu olub da, ona görə belə çəkmişsiniz, hə? Zaman bitməsinə 2 dəqiqə qalır. Nə deyəm? Sizdə də keçmişlə bağlı bir duyğu, bir düşüncə qalır, keçmişə daha çox məsələn gedirsiniz. Sonra əlinizdə tutduğunuz çiçəyin keçmişlə bağlı olması ola bilər ki, keçmişdə məsələn deyək ki, ata-ana tərəfdən diqqət görüb sevilmişsiniz. İndi məsələn o yoxdur, daha çox keçmişdə məsələn qalır fikriniz ki, niyə orada daha çox sevilmə ehtiyacı olubdur. Məsələn, fikirləriniz, düşüncələriniz də orada qalıbdır. Sizdə də
sanki qulaq yoxdur, qulaq olmadığına görə kənardan gələn sözləri, Yoxdur. deyilənləri eşitməyi sevmirsiniz, yəni eşitmək də istəmirsiniz. Xeyr, Amma yorulmuşam. eşitmək istəmirsiniz, öz-özü bağlamısınız da. Bir qəzəb, aqressiya da var. Və məsələn, göstərişi sevən, öndə olmaq istəyən də xanımdır, amma bir qəzəbdir. Bir də çantanın olması da, məsələn, nəyisə yığıb o çantada gizlədirik. Düzdür, qadınlıq simvolu olsa da çanta, amma çanta bir tərəfdən nə ifadə edir? Bəzən o yığdıqlarımızı göstərmək istəmirik. Elə qalıb çamadanın içində də orada qalsın. O baxımdan. Hə, bütün olub bitənlər hamısı gizli olaraq. Gizli, yəni onu saxlamısınız. Bir də keçmişdə məsələn daha çox sevilib dəyər görmüsünüz də ailədə. Yoxsa necə? Necə? Keçmişdə məsələn sizi evdə deyək qadın kimi hiss etdirən, uşaq qız kimi hiss etdirən kim olubdu daha çox? Atam. O gül məsələn ona simvolizə edir ki, elə bil orada. Ona görə də elə əlimizdə keçmişdə məsələn gül olub, amma gələcəkdə çamadanda yığdığımız bir şeylər var ki, üstünü örtmüsünüz, bağlamısınız. Ona görə də o keçmişə özləm, bir növ orada qalan o duyğularımızda. Məsələn, orada daha çox görmüsünüz deyə fikriniz orada qalıbdır. Deyəsən, Zoom-un bitməsinə 2 dəqiqə qalıbdır. Yenidən əgər bağlanmaq mümkün olsa bir daha da bağlanaraq ən sonda bir meditasiyamızda eləyərək belə yarımçıq qalmasın. Bir-iki dənə də tapşırıqlar var. Onları da mən sizə deyirəm, yekunlaşdırarıq. Bilirəm, biraz çox vaxt aldı. Çünki bu şəkil analiz eləmək vaxta aparır. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun, rəsmlər. Siz də rəsmlərinizi, fikirlərinizi bölüşdüyünüz üçün mən də sizə təşəkkür edirəm həqiqətən də. Siz yenidən link göndərin onda. Biz bir uzağa 15-20 dəqiqə tamamlayarıq. Artıq yəqin ki, hər ehtimal. Bitməsinə az qalır. 1-2 dəqiqədə gözləyək, başlayaq onda. Eğer hazırsınızsa başlayaq. Sual dişil enerji artırmaqda ən effektiv üsullarını qeyd edə bilərsiniz. İndi mən sizlə meditasiya edəcəm. Bir də bəzi tapşırıqlar var, verəcəm. Özünüz üçün, məsələn, evdə tətbiq edə bilərsiniz də. Əslində dişil enerjini artdırmaq ən çox bir də negativ inancları tapmaqdır. Məsələn, özünüzlə kontakt bağlayaraq çəkdiyiniz rəsmdən və yaxud sizi keçmişdə nəysə narahat eləyib, evdən gələn inanclar, bayaq dediyimiz kimi də, məsələn, qadın olmaq gücdür, qadın olmaq, məsələn, yorğunluqdur və s. O kimi sözlər, inanclar bizdə müəyyən təsirini göstərir. Ona görə də həmin inancları tapıb, həll etdikcə müəyyən dərəcədə artıq o enerjinizdə qadın olaraq düzəlməyə başlayacaq. Birdən də ekran paylaşım edeyim. Siz rahat olun. İstəsəz bir musiqi də qoya bilərsiniz öz üçün. Əgər uyğundursa. Yoxdursa da heç nə olmaz. Rahat oturun, gözlərinizi bağlayın. Özünüzü ən xoşbəxt olduğunuz bir yerdə təsəvvür edin. Harada təsəvvür eləmək istəyirsiniz? Məsələn, necə görmək istəyirsiniz? Yaşıllıq ola bilər, meşəlik ola bilər, dəniz kənarı ola bilər. Hər kəsdə fərqli olacaq. Onu ümumiyyətlə zehninizdə bir canlandırın. Haradasınız, necə bir yerdəsiniz? Rahat olun. Ürəyinizdə deyə bilərsiniz. Məsələn, məni əngəlləyən nə qədər negativ inanclar, düşüncələr varsa onları buraxıram. Məni yoran düşüncələri buraxıram. Sanki onu buraxdığınızda hiss edin zehində. Sanki o sizdən elə bir çıxır, gedir. Nə qədər negativ inanclar, düşüncələr varsa
Hər birini buraxıram. Bir dərin nəfəs alın burundan və ağızdan nəfəsi verin. Verdikcə sanki o sizə aid olmayan duyğular, düşüncələr, negativ inanclar sanki sizdən gedir. Onu təsəvvür edin və buraxın. Dərin nəfəs alın, verin. İndi isə əllərinizi məsələn bir-birinizə sürtün. Möhkəm məsələn sürtün, belə əllərinizi sürtə bilərsiniz. Sanki o istilik yaranacaq. O istiliyi hiss edin. Əllərinizi bir-birinə sürtdükcə. Ondan sonra həmin o hiss elədiyiniz istiliyi istəsəniz üzünüzə qoya bilərsiniz, istəsəniz sinənizə, istəsəniz məsələn rəhminizə, hara qoymaq istəyirsə, ürəyinizdən hara gəlirsə, bədəninizin hansı hissəsinə gəlirsə, ora qoyun. İndi öz adınızı seçərək, hər kəs öz adıyla. Məsələn, indi mənim adım Sevinçdir deyirəm, Sevinç, səndən üzr istəyirəm. Siz də öz adınızı seçərək, özünüzdən bir üzr istəyin. Məni bağışla deyin. İllərdir deyilən səni məcbur elədim mükəmməl olmağa, ən yaxşı olmağa. Məni bağışla. Həyatına girən, çıxan insanları bağışla. Yəni sənə kim zərər verdisə, sənə dəyərsiz olduğunu kim hiss elətdirsə, onları bağışla. Çünki sən dəyərlisən. Özünə deyilən, sən dəyərlisən, səni sevirəm. Səndən üzr istəyirəm. Sevgili bədənim, səndən üzr istəyirəm. Sevgili ruhum, səndən üzr istəyirəm. Qadın enerjimi aktiv edirəm. Mən yetərli qadınam. İçinizdə deyə bilərsiniz, mən gözəl bir qadınam. Mən özümü bəyənirəm. Və qarşı cinsə qarşı olan bütün üsyanlarımı buraxıram. Qarşı cinsə qarşı olan bütün qəzəbimi, nifrətimi buraxıram. Qarşı cinsə olan bütün intiqamımı buraxıram. Rəqabətimi buraxıram. Onu içinizdə deyin. Mükəmməl olmaq məcburiyyətində deyiləm. Hər kəsə yaranmaq məcburiyyətində deyiləm. Mən özümü sevirəm. Yetərli bir qadınam, gözəl bir qadınam. Allah məni yaxşı bir qadın yaratdı. Yaxşı bir qadınam. Qadın olaraq bu həyata gəldim. Hiss edin. Dərin bir nəfəs alın. Nəfəsinizi verin, şükürlər olsun. Dərin bir nəfəs alın, nəfəsinizi verin. Və qadın olaraq yaradıldığınızı hiss etdiyiniz üçün şükürlər deyin. Qəlbinizdə, içinizdə. Nəfəs alın, nəfəs verin. Rahatlaşın, rahatlaşdığınızı hiss edin. Bütün sanki üzərinizdə olan yükləri atırsınız. Hər kəsə sevgi ilə məsələn qəbul edirsən, hər kəsə xoş baxırsan, sevinclə baxırsan, sevgi ilə baxırsan. Dərin bir nəfəs al, ver. İndi iç qəlbində deyilən atalarımdan, anamdan, atamdan gələn, bütün nəslimdən gələn bütün mənfi enerjiləri buraxıram. Mənə aid olmayan bütün duyğuları, düşüncələri buraxıram. Dərin bir nəfəs al, ver. Sanki bir rahatlaşırsan, azad olursan, bu yükləri verdikcə bədənində yüngüllük hiss edirsən. Bırak geçsin her şeyi.
Bitkilərdən aldığım kişi enerjisini özlərinə verirəm. Qadın kimliyimi qəbul edirəm. Qadın olmaqdan xoşbəxtəm. Qadın enerjimi aktiv edirəm. İndi qadınlıq orqanlarından üzr istəm. Rəhmindən, yumurtalıqlarından, sinəndən. Yine bağışla, üzr istəyirəm səni qəbul etmədiyim üçün, səni görmədiyim üçün. Onlara bir təşəkkür elə, rəhminə, sinənə, qadınlıq orqanlarına, yumurtalıqlarına. Çünki onların hamısı Rəbbinin sənə verdikləri bir hədiyyə. Sağlıqlı işlədikləri üçün təşəkkür et onlara. İçində də elə sağlıqlı bir bədənim var. Şükürlər olsun. Dərin bir nəfəs al, ver. Yine yaxşı ki varam. Qadın olmaq güvənlidir, sağlıqlıdır. Cinsəllik güvənlidir, sağlıqlıdır. Cinsəllik vəzifə deyil, cinsəllik mənim doğal haqqımdır. Və bunu da sevgi ilə qəbul edirəm. Dərin bir nəfəs al, ver. Bütün qorxularını bırax. Qadınlıqla bağlı yaşadığın duyğuları, negativ olan inancları, qorxuları, hər bir şeyi. Sanki dərin nəfəs alıb verdikcə o səndən gedir. Yaxşı ki bu dünyadayam, yaxşı ki qadınam, yaxşı ki varam. Qəlbindən özünə denə. Allah yaxşı ki məni qadın yaratdı. Dərin nəfəs al, ver. Şükürlər olsun. Qadın olmaq gözəldir. Sağlıqlı bir bədənə sahibəm. Gözəl bir bədənə sahibəm. Şükür içində olduğunu hiss elə. Rəbbim məni yaxşı ki qadın yaratdı. Və indi bu an qadınlıq enerjimi aktiv edirəm. Və bundan sonra qadın olaraq həqiqi qadın enerjisi ilə yaşamağı niyyət edirəm. Çünki bu həyata qadın olaraq gəldim. Mən qadınam. Daxili gücümün, yaradıcılığımın fərqindəyəm. Mən özümü sevirəm, özümü qəbul edirəm. Hər halımla özümü sevib qəbul edirəm. Bir özünü qucaqla. Əllərini aç, özünü qucaqla. Hiss et o sevgini, o duyğunu. İndi bir dərin nəfəs al. Yavaşca ver. Şükürlər olsun ki, bu dünyadayam bir qadın olaraq. Dərin nəfəs al, ver. Və dərin yenə də nəfəs al, ver. Bütünlüklə rahatlaşdığını hiss et. Və hazır olduqda gözlərini aça bilərsən. İndi necəsiz? Müəyyən dərəcədə rahatlaşma, yəqin ki hiss elədiniz. Bəli, çox gözəl şəkildə sizin dediklərinizlə təbii ki hiss elədik. Hə, çox gözəl, şəfa olsun Allahın izni ilə, inşallah. İndi burada bir tapşırığımız da var. Əgər hazır olmayanlar varsa, indi gözlərini də aça bilərlər və yaxud bəzən olur, insan o duyğudan, hissdən çıxmaq istəmir. Və bunu özünüz tətbiq edə bilərsiniz. Məsələn, bir musiqi qoya bilərsiniz daxilinizdə. Aha,
özünüzə o sözləri deyə bilərsiniz. Özünüzə aid olmayan duyğuları, inancları buraxdığınızı təsəvvür eləyərək, məsələn, tətbiq eləyə bilərsiniz belə bir sözlərlə meditasiyanı. Şəfa olsun Allahın izni ilə. Tapşırıq nədir? Məsələn, bir həftə özünüz üçün 20 dəqiqə ayırın. Yəni, bunu kiməsə izah eləmək mütləq deyil ki, mən 20 dəqiqə ayıram belə. Yəni, hər şey gün içində bütün hər işə vaxt ayıra bilirik də, düzdür. 20 dəqiqədə özünüzü ayırın. 20 dəqiqədə məsələn, musiqi dinləmək olar, rəsm çəkmək olar, səssiz oturmaq olar, yazmaq olar və yaxud çıxıb parkda gəzmək olar. Sadəcə özünüzlə baş-başa qalın. Yəni, səssiz oturanda da telefonu əlimə alım oturum yox. Sadəcə özünüzlə baş-başa olaraq. Belə deyək, özünüzü məsələn qucaqlayaraq, ən azından təşəkkür eləyərək, bir özünüzü bədəninizi hiss edərək, sığal çəkərək, məsələn, otura bilərsiniz, meditasiya eləyə bilərsiniz və yaxud duyğularınızı dilə gətirmək üçün yazı yaza bilərsiniz və yaxud rəsm çəkə bilərsiniz. Hər hansı bir rəsm, mütləq deyil ki, rəssam olaq ən gözəl şəkildə. Sadəcə içinizdən nə gəlirsə, onu eləmək mütləqdir. Yəni, elədikcə özünüzdən bir növ kontakt quracaqsınız. Qarşıdan bu tip olumam edirəm və hərdansını görəm, tövsiyə edirəm. Nə gözəl, şəffaf olsun inşallah. Hər dəfə gözlüyə baxanda da özünüzə. Yəni, tez belə baxdım, qaçdım, yox. Bir-iki dəqiqə ən azından gözlüdə gözlərinizin içinə daxildən baxın, özünüzə bir təşəkkür edin. Yaxşı varam, yaxşı qadınam. Məsələn, özünüzə bir sevgi sözü, xoş sözü, nə gəlirsə içinizdən deyə bilərsiniz onu. Bir də burada film, kitab tövsiyə var. İstəsəz baxa bilərsiniz. Məsələn, Frida var. Bunların hər birinin türkcə alt yazılısı da var. Məsələn, belə türkcə dublajı da var. Baxa bilərsiniz. Sonra Ye iç, dua et. Sonra Səhra çiçəyi. Sonra $1,000,000 gözəlçə. Bunlar filmlərdir. Burada Ye iç, dua et, Səhra çiçəyi həm kitab var, həm də film var. Yəni, bu da ola bilər, mənim tövsiyəm olaraq. Başqa məsələn, maraqlanıb, axtarıb özünüz də baxa bilərsiniz. Qadınlara aid daha çox filmlərdir. Bir də mənim oxuduğum, yəni çox bəyəndiyim, bilmirəm, tanıyan aranızda var, yoxsa yox, Bülent Qardiyanoğlu'nun Qadın olmayı hatırlamaq. Bunun Azərbaycan dilində tərcüməsi var və Türk dilində də bu kitab var. Yəni, istəsəz əldə edə bilərsiniz. Həmin o kitab həqiqətən içində çox gözəl texnikalar var. Yəni, həm oxuyursunuz, mən də burada özümdə elə gətirmişəm. Burada var, istəsəz göstərin, baxın. Bunun Azərbaycan dilində tərcüməsi də var. Əgər istəsəz Azərbaycan dilinə tərcüməsini çox yaxın tanıdığım insan var. Onlar tərcümə elətdiribdir, öz nəşriyyatlarında da, yəni kitabı çap elətdiriblər. Kim istəsə əlaqə saxlaya bilər, yönləndirərəm, gedib kitabı oradan ala bilərlər. Əgər istəyirsinizsə, təşkilatçıya yazarsınız, təşkilatçı yönləndirər mənə, mən sizə nömrə verərəm, əlaqə saxlayarsınız. Çox da baha deyil, münasib qiymətədir, yəni 10 manatdan səhv eləmirəmsə baha deyil. Yəni Azərbaycan dilində tərcüməsi. Çox gözəl də tərcümə olunubdur. Və burada sizə inandırım ki, həm oxuduqca şuuraltı olaraq çalışmalar var. Və sonra da kitabın fonunda həm sual verir. Mən özüm işləmişəm deyil belə. Bunu haradasa bu kitabı mən 2000 səhv eləmirəmsə 21-də oxumuşam bu kitabı. Bizim vaxtlarda. Burada suallar var, məsələn, qadınlıqla bağlı da, bizim enerjimizlə bağlı. O suallar verilir, aşağısı da boşdur. Belə səhifələrdir. Oxuyursan sualı, içindən gəldiyi kimi başlayırsan yazmağa. Yazdıqsa da özü fərq edirsən ki, tutaq ki, səndə hansı negativ, müsbət və yaxud mənfi inanclar var, onların kök səbəbini tapa bilirsən. Həm də burada özünüz edə biləcəyiniz yaxşı bir meditasiyalar deyək, sözlərlə var. Bax, öz səsinizlə, deyək ki, kitabı oxudunuz, orada olan texnikaları səsinizlə, səs yazma yazırsınız, sonra səs yazmanı qulağınıza qoyub qulaq asırsınız. O çox gözəl təsir eləyir. Yəni, mən tövsiyə eləyəcəyim bunlardır. Kim istəsə kitabı nömrə verərəm, əlaqə saxlayar götürər. Lap Azərbaycan dilində tərcüməsi lap yaxşı olar sizin üçün. Təlimimiz bu qədər.
İndi fikirlərinizi, düşüncələrinizi bölüşə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Və yəni zamanınız geçdi. Biz sizə təşəkkür edirik ki, vaxt ayırdınız. Siz də sağ olun. Təşkilatçıya da təşəkkür edirəm. Təşkil elədi. Sağ olun. Mən də Mən də çox təşəkkür edirəm. İnsan bəzən həqiqətən həyat elədi ki, bu tək mənə aid deyil, bir çox qadınlarımıza aiddir. Zahirən bəzən səhdə düzəlsək də, hardasa hisslərimizlə, daxildə özümüzü kişi kimi hiss edirik və yaxud da ki, buna məcbur qalırıq. Bu bir qaçınılmaz həqiqətən həqiqətdir. Sizə bugün çox gözəl bir mövzuya toxunmusunuz. Sizə çox təşəkkür edirəm. Öz adımdan şəxsən çox təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Əslində dediyimiz kimi də o kişi kimi olmağımızın səbəbləri də demək olar altda yatan inanclardır, gördüyümüz modellərdir. Çünki biz elə görüb öyrənib gəlmişik. Ona görə həmişə qadınlıqdan utanmışıq, qadın olmaqdan. Ona görə də qadınlığımızı göstərə bilmirik. Və fərq elədikcə, işlədikcə artıq gələcək nəsillərə doğru düzgün qadın yetişdirməyi öyrədirik. Ən gözəli budur. Çox sağ olun, təşəkkür edirik. Mən də təşəkkür edirəm hər birinizə. Suallarınız varsa buyura bilərsiniz. Başqa əlavə fikirləriniz. Qoşulan hər kəsə Sevinç xanıma təşəkkürümü bildirirəm. Minnətdaram. Mən də təşəkkür edirəm. Sağ olun. Gecəniz xeyrə qalsın, şəfa olsun. PDF-də istəsəz, Səbinə xanım sizə göndərər, qrupa baxarsınız. Bir daha xatırladım. İstəyirik, zəhmət olmasa hətta xahiş edirik. Çoxsa kitabla istəsəz, həqiqətən bu kitab çox yararlı, faydalı kitabdır. Yönləndirərəm, özünüz danışarsınız. Yəni, haradasa 10 manata qədər qiyməti var. Yəni, çox elə bahalı kitab deyil. Özünüzə bir hədiyyə eləyə bilərsiniz bu kitabı. Mən bu kitabı əslində bir şeydə görəcəm. Bu kitabı özümə hədiyyə eləmişdim. İlk dəfə elə hardasa 2021-ci ildə alanda və oxuduqdan sonra o qədər çox gözəl təsir bağışladı. Öz üzərimdə işləməyə başladım və görmədiyim tərəfləri gördüm ki, və kitabı qutarandan sonra belə bir, bilməm görsəmli, belə bir yazı yazdım və ürəklər buraxdım həqiqətən də. Ona görə də özünüzə ən azından belə bir kiçik hədiyyələr eləyə bilərsiniz, bir sevindirə bilərsiniz özünüzü. Bizə təqs keçən vaxtı o Nömrəyə qoyacaqsınız, zəhmət olmasa. Bizə də keçən vaxtı o kitabı bizə göstərmişdiniz müəllimə. Yadıma düşür. Doğrudan yadımda deyil, ola bilər. İndi nömrə Səbinə xanıma əlaqə verərəm, özünüz göndərər qrupa əlaqə saxlayarsınız. PDF yox, bilmirəm, valla vardı, yoxdur. PDF-dənsə mən məsləhət görərəm canlı oxumaq. Niyə? Çünki bunun içində olan, mən kitabı canlı oxumağı sevənlərdənəm, çünki tutanda yaşayıram o kitabı da. Çünki burada tapşırıqlar da var deyə. Bunu yazmaq, məsələn, burada hər dəfə birini işləmək, hər bir sualı, məsələn, oxuyub, onun altından da yaza bilərsiniz özü. Bu sizin elə bir, bu kitab məsələn, hamıya verə bilmirəm bu kitabı oxumağa. Niyə? Çünki bu elə bir mənim şəxsi bir kitabçam kimidir. İçində yazdıqlarım var da, özümə aiddir. Yəni, elə bir özünüz üçün eləyə də bilərsiniz. Ümumiyyətlə, tək kitabla yox, hər zaman özünüzə kiçik də olsa, bir hədiyyə eləyin, nə isə olsa, bir çiçək olar, bir kitab olar, nə bilim, bir kofe olar, nəsə də ən azından özünüzə onu çox görməyin. Olar bir söz mən deyim, siz tutmaq istəyirəm. Siz yazdığınız üçün onları mən artıq axtarışa verirəm, amma adları fərqli çıxır. Səhər çiçəyin yerinə, məsəl üçün çıxır, desert flowers, çöl çiçəyi. O şuna desert. Onun başqa adı da elə çöl çiçəyi, baxa bilərsiniz ona. Ye, iç, dua et, onun kitabı da var, sözün düzü şeydə var, filmi də var. Yəni kitab kimi də oxuya bilərsiniz filmə. Kitabını oxumamışam, filminə baxmışam onun. Çox maraqlıdır. Elə ye, iç, dua et yazanda çıxır. Səhra çiçəyi də elə də gedir, çöl çiçəyi də gedir. $1 gözəlcə deyirsiniz, $1 baby çıxır. O da İngilis kinosudur. İdmançı bir qızın həyatından göstərir, nəsə belə bir şey.
Ola bilər ki, internetdə bəzən o tərcümə ilə verib tərcümə elətdirəndə o tərcümələr səhv çıxa bilər. Hə, həmin qızdır, idmançı qız. O boksla bəsə əl şəkili elədi. Başqa bir kinoda vardı, ona görə onu belə dəqiqləşdirmək istədim. Var olasınız müəllimə, çox təşəkkür edirəm. Sağ olun. Mən də təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Şəfa olsun. Sağ olun, çox sağ olun. Sağ olun, gecəniz xeyrə qalsın.